44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. Bugün Azərbaycan Zəfər Bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Biz güclü ordu yaratdıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, sinəsini qabağa verib Vətən müharibəsində torpaqlarımızı düşməndən azad etdi. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik. Hər birimiz, bütün xalq, hər gün, hər saat biz bu müqəddəs zəfər günümüzü yaxınlaşdırırdıq. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır. Azərbaycan xalqı iradəli xalqdır. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan silahlı qüvvələrinə, Qarabağ, Azərbaycan.